Xoş gəlmisiniz. Bugünkü oyunumuz Forbidden Terror Board Game. 18 yaşımız var, ruh çağırma ilə məşğuluq, ağlımız yoxdur. Xoş izləmələr. New Tale. Deməli, uşaqlar, oyunumuzda 18 yaşında bir gəncik və Ouija taxtası ilə məşğuluq. Yəni o tip temalara giririk. Ouija taxtası var, kinosu da var, ruh çağırma taxtası. We fransızca hə, ya da almanca hə, Ouija. Yəni. Aha. Yeniyetmə olanda qorxunc bir şey təcrübə elədim. Bunu heç vaxt unutmuram. Aha, yeni evə köçəndən sonra ucuz bir ev tapdıq, yeni evə köçdük. Aha. Nəyəsədir, nəyəsə. Aha. Deyir bu hekayəyə biz inanmırıq. Amma deyir evin ucuz olmağı bizi şübhələndirdi. Qəbul elədik, deyir, çox gözəl ev idi, köçməyə razı oldu. Aha. Ha, uşaqlıq dostum Emily haqqında danışırdım mən illər sonra. Çox bir yerdə vaxt keçirmişik falan. Aha. Hər şey yatağımdakı yalanla başladı, nəsə belə bir şeydi. Okay. Sanki işıq çoxdur, yoxsa mənə elə gəlir. Qaçmaq var, əyilmək var. Telefonu götürdüm, up. Select. Hə. Emily'dən mesaj var. Qammanı azaldacağam. Hə, deyir bu gün televizorda qorxulu şuna baxırıq, unutma. Tez ol deyir. O gözdə deyir televizoru yandırım falan. Qammanı biraz azalt. Hə, bu daha yaxşıdır. Görsənir ekranda qəşəng. Güzel. Hadi ya, televizor yandır dedi də mənə. Oyun adı başlıqda var uşaqlar. Televizor yandıraq. Hə, deyir biraz otağı belə eləyim, görmürəm heç ki, aşağıda nə yazılır. Qoy deyir otağı biraz qaranlıq eləyim ki, maraqlı olsun. Buranın ışığı hardan sönür? Yəqin ki, yaxşıdır. Yox, hayır, biraz da deyir qaranlıq. Biraz da qaranlıq deyəndə nə qalıb ki burada? Yaxşı ki, buranı da söndürək. Buraya əlaqəsizdir, amma gəl söndürüm. Hə, bu tip var, ola bilər, amma oynamamışam. Darker bundan artıq nə darker eləyim sənin üçün? Buranı da söndürüm, nə istəyirsən? Qırmızı işıq hardan var ümumiyyətlə? Demə, otağı necə qaranlıq eləmək istəyir? Nəyi söndürmək istəyir ümumiyyətlə? Bəlkə buranı bağlamaqdan danışır. Qorxudur, bəli. Sağ olun. Salam, salam. Hoş geldiniz.
Qapı döyüldü. Əla. Sevirəm belə işarələri. Qapı döyülmədi. Bir dənə işıq yandır. %22-30'da. Maşın keçdi. Oyun adı yayının başlığında var. Mutfaqda cam yoxdur ki, gecəncəl. Aa. Düz deyir. Mətbəxin açarın mətbəxin pəncərəsini bağlamamışam. Aha, siqnal yoxdur. Set yoxdur. İndi telefon gəldi. Deyir, ümid edirəm ki, yatıb qalmamısan. Bax da çünki məsləhət səndir, mami. Yox, deyir, prosto deyir. Getdim mətbəxə zada, deyir, həm də televizorun seti zadı etdi. Hə, deyir, mən bilirəm sənin ailən həftə sonuna kimi yoxdur, amma deyir də qorxma da hər səsdə. Deyir, mən and içirəm ki, eşitmişəm, səs yalandan demirəm. Deyir, bəlkə də olacaq bilməm nədir. Ha, olacaq kimdirsə, sıxıntıdır. Hansı Seymurun İbrahimdir. Aa, bir qatildən söhbət gedir. Səndən nifrət edir. Zarafat eləyirəm, deyir. Hə, deyir, narahat olma, qoy gəlim. Chipsidən zatdanlıq bir yerdə baxaq kinoya. Deyir, yaxşı səslənir. Əla olar. Əla. Emili gəlir. Söndürdük. Emili gəlir, gözəl. Qoy gəlsin. Mirzənin atası. Xalası oğluyam Seymurun. RTX 2080 super. Aha. Aha, garajda deyir mənim velosipedim vardı. Hə, o gəlmir. O bizi Emili çağırır ki, gəl bizə chipsiz adalaq, oturaq kinoya baxaq. Şükür yaxşı olasan. Aha, velosipedimiz burdadır. Hə, biz gedirik Emilinin yanına yəni. Hə, hava da qəşəng, həm də qorxmarıq. Əla. Bəli. Aha, götürdüm deyir velosipedimi, getdim Emiligilə. Daha doğrusu evin qabağındakı şeyə, dükana. Salam xanım. Giriş hanım. Ha, Emili sənsən, hə? Deyir, axır ki gəldin, deyir, gedək bir dənə biraz nəsə abur-cubur alaq. Ladies first, qızlar öndən. Aha, onun üzünü xatırlamıram falan. Deyəm, mən telefonu belə eləyim, görmürəm çünki. Centilmeni, təbii ki, təbii ki. Qorxuludur, hə. Bulur memori. Evdə deməkdir. Gedər da, gedər. Board game, hə. Söhbət o taxtadan gedir. Şotu biz ödəyəcəyik də, daha niyə? De, Ouija taxtası. Ruh çağırma taxtası. Oyun kinosuna da baxmışam, 2 bölüm kinosu var. Ouija 1, Ouija 2. Yaxşı götürək də, əslində biz deyirik götürməyək falan da Emil dirəşib. Nəysə götürərik. Bir qorxursan, hə? Elə bir şeydir. Nə bilim, ayıb, qəribədir.
Nəyə gecənizə? Heç nə yazmamısan ki. Heç nə yazmamısan axı, nə? Götürdüm. Gəl, Emily, gəl. Yo, gəlməyib yazdı. Salam aleyküm. Bizə düşmür ha. Sən necəsən? Salamatçılıqdır. Evə gəldik. Ha, bizim evə gəldik. Prosta dükana getdik, Emily'ni götürdük həm də. Okey. İşığı yandır, biraz çox qaranlıq oldu. Sağ ol. Aha. Bir atmosfer yaradaq. Açarı tapaq deyir. Otağa getmək üçün ki, qəşəng ruh çağırmaq üçün falan. Get in the vault in the day room. Aha, açar. Açarı bir dənə tapaq. Qorxu oyundur Scorpion. Deyəm, bura baxaq sonra. Ruh çağırma taxtasını almışıq, ruh çağıracağıq. Prosto indi bir dənə açarı tapmalıyıq. Ailəmizin otağın açarını. Görək nə olur. Bilmirəm. 0101. Oy, hanı buranın ışığı? Hə. 1995-ci il. Wow. Emil aşağıda bizi gözləyir də ki, biz açarı tapaq, otağı açaq. Emil bizi gözləyir. 1995 onda. Gözlə. Qəşəng. Pula bax, biz açarı götürək, pulla işimiz yoxdur. Nəysə. Ay, belə açıq qoymada Emili görür axı. Oy, burada ruh çağıracağıq. Emily. Gəl Emily. Getdik ruh çağırmağa. Tapdım, gəl. Emily, o otağa girmə, şəxsi otaqdır, keç ruhuvu çağır. Emily, gəl görüm da. Sən nəyə gözləyirsən, başqa dön, hə? Xəstəsənsə, hə? Nazlanmaya ruh çağırırıq. Ruh üstüvə gələndə də belə qaçarsan. Emil, ürəyim sıxılır. Hə. Deyir, bura çox ürküdücü görsənir. Nazlanır, nazını çək. Hamının nazını çəkməzlər. Aha, deyir, qoy başlayaq. Aha. Biraz qorxulu görsənir. Səncə, nə bilim, deyir. Deyir, bu otaq sənin üçün yetərincə qorxudur. Oha, deyir ki, get, Emily deyir ki, Emily xəstədir ya. Emily deyir ki, get ümumiyyətlə şotçiki söndür evin şotçikini. Hə, Sadiq. Dəlisən, hə? Yaxşı. Emily deyir ki, evin şotçikini söndür. Söndür da, heç bir şey. Basement. Qapı. Doğrudan buraydı. Hə. Valla bura onsuz da işləmir.
Gecə qorxmuram yox. Emily deyir söndürdüm. Söndürdüm Emily. Nətər qayıdım indi ora? Yox, evin işıqlarını söndürərdik. Evin işıqlarını söndürərdik də. Şotçiki niyə söndürtürürsən ki mənə? Nə əlaqə şotçiki söndürmək yəni? Emily pulları fırlatmamısan? Emily? Səni bu oyunu öldürməsəm, məndən pis adam yoxdur. Öldürməyə çalışırsan məni? Yox deyə yenə də özümüzü sındırmayaq qızın qabağında. Yox, qorxmadım, məzələnirsən. Nə deyir? Hə, deyir biraz şam yandıraq, yaxşı olsun. Qarajda şam var. İndi deyirlər bunu, mənim evim məndən yaxşı tanıyır. Ya Emily sıxıntılıdır, bəlli oldu. Emily sıxıntılıdır. Qaraj brat. Burada şamı tapaq. Mahir. Qorxuludur, qorxulu. Ruh çağırma taxtası ilə ruh çağırırıq. Hər şeydə biz eləyirik, Risk çıxır, Emily, gəl əpədə səhər şam. Düz bura. Haralara düzək. İndicə gel kutunadan zajqalkanı gətir. Yox, prosto bu qız mənə niyə çatmadı? Aha, deyir şamları qurduq, qəşəng atmosferi yaratdıq, amma deyir çox pis fikir idi, bərbad fikir idi bu. Mən bilirdim ki, hər şey nəsə pis bir şey olacaq da, yəni. Prosto deyir, mən Emily'ni etkiləmək istəyirdim. Aha. Deyir, mən deyir, ən azından bunu eləməsəydim, öz məntiqimlə qərar versəydim, bəlkə də hər şey fərqli olacaqdı. Yox, Emily, deyirəm ki, evin işıqlarını söndürək, Emily deyir, yox, get şotçika vur. Nə əlaqə? Emily deyir ki, hava pisdir, deyir, hələ bu atmosfer üçün əladır, bu manyakdır bu. Arif, sağ ol. Aha, burada bizdən başqa kimsə var. Darzo, burada bizdən kimsə var. Aha, həyə getsə, yes, no var da. Yesə getsə şişəyimiz öldü. Aha, əla. Deyir, bu işləyir, bəlkə də deyir, işləmir, idi. Bu skəmdir bəlkə, yəni deyir, bəlkə anladıblar bizi, pul tələsidir. Deyir, bir dəfə də yoxlayacağım, son dəfə. Kimsə var burada bizlə? Həyə getdi, şişəyimiz öldü, həyə getdi. Həyə getdi. Emily, yalandan tərpətmə onu. Mən heç nə eləmirəm. İnanmıram sənə. And içirəm ki, deyir, özü tərpənir. Who are you? Kimsən sən? Adın yazacaq indi, bax hərflərlə. S A Sarah. Deyir, mənə deyir, tanış gəlir bu Sarah adı. Tanış gələr də, elə özün də bu tiplərin adamısan onsuz da. Nə oldu Emily? Yaxşısan? Emily. Nədir? Niyə deyir qorxmuş görsənirsən? Necə qorxmuyum? Nə danışır bu? 200 min əldə sağlam. Deyir, arxanda kimsə var. Deyir, mənə deyir, qorxursan, deyir, başlayan kimi deyir.
Deyirəm, and içirəm ki, var da kimsə orada. Deyir, bu sadəcə sənin beynindir, boş-boş, yəni qorxu kanalına baxırsan ondandır. Emily, başımıza oynatsan Emily. Sən necə öldün? Sarahdan soruşur. Murder. Nə yazacaq ora görəsən? Oo. X. Balta gəldi yenə qabağımıza. That's how Old Jack killed his family. Uşaqlar, bu Old Jack bir mifdir, yayılıb elə bir şəhərə. Bu Old Jack elə bir killer olub da, cinayətkar olub və balta ilə hamını öldürüb. Emily, mən bunu xoşlamadım. Gərginləşdim. Gecəncələrdə mənə gameplay saatında indi nə olar? Gərginləşdim çox. Baxa ora biraz. Emily yoxa çıxdı Emily. Emily yoxa çıxdı. 10 dəqiqə qalıb. Ev yox Mahir. Emily. Gəlində Emily'ni tap da. Gəlində Emily'ni tap. Emily siz gedənmərəm deyir. Emily sənə dedim də, Emily sənə dedim ki, eləməyək də bu zibili. Yox evin işığını söndürməyə razı deyil, deyir ki, şotçiki söndür. Nə əlaqə şotçiki söndürməyə? Biz də mal kimi Emily'yə qulaq astıq. İşığı yandırmağa çalışacağım uşaqlar, gözləyin görək. Yox, yandıramırıq işığı. Bağlıdır qapı. İkinci mərtəbədədir. Şotçik açanmırıq, alınmır. Burada bağlıdır. Burada bağlıdır. Bir dənə bizim otaq açıqdır. Nə əlaqə? Aha, qapını bağlamalıyım deyir. Gəlir kimsə. Döyür qapını, ha, neyniyim mən? Gizlənməliyəm deyir. Mahir, mənə Emily lazımdır, mən olsa çıxıb gedərdim. Çıxım qaçım bəlkə. Gəlir üstümə, çıxıb qaçmalıydım məncə. Ha, getdi. Aha, deyir Emily'yə zəng eləməliyəm. Onda qayıtdı ala. Bağla qapını. Emily'yə yığaq. Götürmür ha Emily. Sən necəsən? Nətərdir vəziyyət? Necə keçdi? Emily götürmür, bəlkə yığmıram. Yığa bilmirəm bəlkə. Yo, yığıram da. Valla qaçım gedim də, nə olar? Emily lazımdır mənə. Bırax da mən çıxım gedim. Yox, gəlməyib Sadiq. Telefon hardadır?
ikinci mərtəbə. Va, Emilin telefonu. Hardan gəlir? Burada deyil, aşağıdadır. Aha, qapı bağlıdır, buradadır. Telefon buradan gəlir. Açar tapmaq lazımdır. Arxa deyir, bağçanın pəncərəsindən girə bilərəm ora. Okey, yaxşı fikirdir. Yaxşı fikirdir, ən azından çölə çıxmağa icazə verəcək. Əla. Diyan, bura mətbəxdir. Gözlə, aha, bu nədir? Buradan gedə bilirəm, hə? Aha, pəncərəni qırmağa bir şey tapmalıyam. Mahir çıxır reskilirə. Yeri deyil. Doğrayıblar Emilini. Emilini doğrayıblar. Emili bu gecə itdi. O gecə Emili itdi. Ailəmə dedim, polisə hər şeyi danışdıq. Amma heç kim mənə inanmadı. Yəni bir sübut yox idi ki, o itib də yəni. Aha, qonşular, polislər həftələrdən onu axtardılar, amma heç nə tapmadılar. Aha. Onu ölü halda bir neçə kilometr kənarda tapdılar, bir qəsəbədə. Aha, onun üzündə bir işarə var idi. Ki, Oldçəkin öldürdüyü insanların üzünə qoyduğu işarədən, imzadan onun da üzündə var idi. Uşaqlar, qatil biz çıxacağıq. Bu qədər, bunlardan neçə il keçib və hələ də o mənim yuxularımı, yəni kabus yuxularıma girir. Və həmişə hər an deyir, gözümü bağlayan kimi mən Emilini görürəm. Hələ də mən deyir, mən heç vaxt deyir, ruhlara inanmamışam həqiqətən. Amma bilirəm ki, var. Sevgili YouTube, like atmağı, abunə olmağı, yorum yazmağı unutmayın. Növbəti videolarda görüşənə qədər hələlik.